Həzrət Əli əleyhissalamın yenə də bir dənə qiymətli sözünü oxuyuram sizə. Ağa buyurur ki, İc'əl nəfsəkə mizanən fîmâ beynəkə və beynə qeyrik. Ağa deyir ki, özünlə başqaları arasında tərəzi, öz nəfsivi tərəzi qərar ver. Qulaq as ki, sən and verirəm Allaha. Gör nə qəşəng, gör nə gözəl sözdür, gör nə lazımlı sözdür. Özünlə başqaları arasında rəftarda öz nəfsivi ilə tərəzi elə. Əlavə tərəzi dalınca qaçma. Öz nəfsin olsun tərəzi, yəni özün ol tərəzi. Nə deməkdir özün ol tərəzi? Fəhbib li qeyrikə ma tuhibbu li nəfsik. Özün üçün istəyəni başqası üçün də istə. Bu özün oldu tərəzi. Özün oldu tərəzi. Bir şeyi özüm üçün istəyirəm, başqası üçün də istəyim. Özüm üçün istəmirəm, başqası üçün də istəmiyim. İndi təkcə bu mala bağlı deyil, təkcə bu ruziyə bağlı deyil. Bu hər məsələyə bağlıdır. Elə əslində biz buna əməl eləsəydik, bizə kifayət idi. Vallahi kifayət idi. Mən bunu gəlib sən misal vurum, ailə misalı, ailəyə vurum. Kim razı olar ki, onun bacısı ilə bir nəfər təhqirlə, aşağılama ilə, əziyyətlə rəftar eləsin? Kim razı olar? Sənin həyat yoldaşın da kiminsə bacısıdır. Özün bacın üçün rəftar istəyəni onun üçün də istə. Düzəldi, düzəlmədi? Düzəldi. Kim istəyər ki, onun qızı barəsində kimsə məsələn bir əziyyət eləsin, uşağına, balasına, kim istəyər? Heç kəs. Sənin evində olan da kiminsə balasıdır, sən də o cür yanaş. Əksinə, kim istəyər ki, onun atasına qarşı kimsə tərbiyəsizlik, ədəbsizlik eləsin? Heç kəs. Sən də istəmirsən, sən də bir evə gəlmişsən, orada qaynata da kiminsə atasıdır. Fikir verin əzizlərim, baxın, qarşılıqlı gör necə. Ağa bunu deyir, özüvi sən tərəzi qərar versin, bütün problemlər həll olur əslində. Özüvi tərəzi qərar ver, özüvi. Özün üçün istəyəni başqası üçün istə, özün üçün istəməyəni və əkrih ləhu ma təkruh ləhu. Özün üçün istəməyəni başqası üçün də istəmə. Və la təzlim kəma tuhib ən la tuzlam. Zülm eləmə necə ki istəmirsən sənə zülm olunsun. Sən istəyərsən kimsə sənin malını yesin, yox, sən də yemə. Sən istəyərsən kimsə sənin dalınca danışsın, sən də danışma. Sən istəyərsən kimsə sənin qeybəti eləsin, yox. Sən istəyərsən kimsə sənə böhtan desin. Maşallah. Və əhsin kəma tuhibbu ən yuhsana iləyk. Yaxşılıq elə, necə ki istəyirsən sənə yaxşılıq olunsun. Necə istəyirsən, cəmaət sənin hörmətini saxlasın. Sən də başqalarına hörmətini saxla. Başqası sənə ehtiram sən də başqasına ehtiram. وَاسْتَقْبِهْ مِنْ نَفْسِهَا مَا تَسْتَقْبِهُهُ مِنْ غَيْرِهِ. Bu laf qəşəngdir. Başqası üçün qəbahətli biləni özün üçün də qəbahətli bil. Gözəl ifadə. Başqası üçün qəbahətli biləni. Məsələn, bir nəfər görürsən, yalan danışır. Ayıb deyil sən üçün. Sən yalan danışırsan, heç sənə yaraşır. Çəkilir o yanından, özü başlayır yalan danışmaya. Sən bayaqları 5 dəqiqə qabaq filan kəsə ayıb tutdun axı, bunu eyib tutdun. Dedin, qəbahətdir bu, eləmə bunu. Bəzən hətta övladlarımıza bu cür olur. Övladıva bir şey nəsiyyət eləyirsən, 5 dəqiqədən sonra özün onu eləyirsən. Mənim balam, yalan danışmaq olmaz filan. Ondan sonra zəng gəlir, telefonu qoyursan qulağıva, məsələn, hardasan, işdəyəm mən, evdə uşaq gördü axı yalan dedin sən. Etibarın getdi, inam getdi sənə. Mən, o Kərbalada bütün o səhnələr gözəldir, amma ən çox o adama ləzzət eləyən yerlərdən bir dənə var. Deyir ki, Həzrəti Əbülfəzl Abbas meydana gedəndə Həzrəti Rüqəyyə gəldi, yapışdı əmisinin ətəyindən. Ona dedi ki, əmi, indiyə qədər sən bizə nə söz vermişsən, eləmişsən. Ölürəm bu söz üçün. Canımı və qurban verərəm bu söz üçün. Gör nə? Hələ zikri müsibət danışmıram. Hələ Həzrəti Əbülfəzl Abbasın gör nə qədər 3 yaşında bala da artıq bilir ki, mənim əmim sədaqətlidir. Mənim əmim vəfalıdır. Mənim əmim indiyə qədər nə deyib eləyib. Ona görə əgər sözü versə, mənə də gətirər, 6 aylıq qardaşıma da gətirir.
Hele ona görə də Əbülfəzl Abbas nə dedi İmam Hüseynə? Dedi, an verirəm səni anan Zəhraya, məni aparma xeymələr. Aparma məni. Mən xəcalətliyəm, aparma məni. Çünki bir dəfə ömründə söz vermişdi, eləyə bilməmişdi. Bu sədaqət, bu vəfa, indiyə qədər bizə nə demisən, eləmisən, əmi. Ona görə Həzrət Əli buyurur ki, özün üçün başqasına qəbahət bildiyi, özün üçün də qəbahətli bil. Nə badə, indi əksi də belədir. Başqası üçün yaxşı biləni özün üçün də bil. Mən bir dəfə yadıma gəlir, təqribən bəlkə də 20 il olar, ya 18 il olar. O vaxt hələ məscidin içində idi məclis, soyuq idi havalar, qışa düşmüşdü Məhərrəmlik. Mən o vaxt Həzrət Əlinin bir dənə sözünü oxudum sizə. Nəhcül Bəlağada bir xütbəsini oxudum sizə. Onun o xütbəni şərh eləyəndə bunu dedim. Elə indi də aktualdır bu mövzu. Məsələn, bir nəfər eşidir ki, bir kimsə öz oğlu üçün bir kasıb qızını alıb. Nə qəşəng, nə gözəl. Qeyrətli adam belə olar. Amma gəlir növbə öz oğluna çatanda axtarır o adamı ki, heç olmasa Bakıda 3-4 dənə evi olsun, bəlkə para bu oğluna. Olmadı, yox, olmadı. Başqasında necə o işi gözəl bildin, özün üçün də onu, özün də əməl elə. Başqasına qəbahət bilirsən, özün üçün də qəbahətli bil. Olmaz yalan danışma. Olmaz böhtan demək, demə. Olmaz yaltaqlıq eləmək, özün də eləmə. Və sair, uzadın. Bunun misalların gedin evdə oturun, Həzrət Əlinin bu sözün yazın, başlayın misalların bir-bir yazmağa. Görün nə qədər tapacaqsınız. Ağa buyurdu ki, وَاسْتَقْبِهْ مِنْ نَفْسِكَ مَا تَسْتَقْبِهُهُ مِنْ غَيْرِكَ وَلَا تَقُلْ مَا لَا تُحِبُّ أَنْ يُقَالُ لَكَ. Heç kəsə də o sözü deməginən ki, istəmirsən, sənə o söz deyilsin. Sən xoşun gələr, kimsə səni çağırsın, məsələn, bu nədir? Çağıranda yaşda səndən böyüdüdünə əmi, dayı, səndən eyni yaşıd dedinən qardaş, səndən balaca dedinən mənim balam, mənim oğlum, mən. Birinci münasibət elə xitabdan başlayır, xitabdan. Birinci xitabdan bilinir ki, sənin insanlara münasibətin necədir? Bu məsələ mühüm məsələdir.